Azərbaycan türk oğlanlarına müraciət eləyəcəm. Mən radikal, qatı feministəm, amma buna rəğmən sizə bir sıra məsləhətlərim olacaq. Belə mən qadınları kişilərdən çox istəyən, qadınları kişilərdən üstün tutan biriyəm. Amma buna rəğmən siz millətimin övladlarısınız və millətimin adınasınız deyə, millətim sizin adınızadır deyə, millət daha çox oğlanlarla bağlı olan bir anlayışdır, mövhumdur. Nə olar gedin idmana, döyüş idmanlarına gedin, mənəviyyatınızı artırın, ibadətlə məşğul olun, Quran oxuyun, nə bilim, yoga ilə məşğul olun, güclü olun, qorxusuz olun, atıcılığa gedin, at çapın. Əcdadlarımız kimi Oğuz türkləri, qədim Oğuz atamız, Oğuz xan kimi olun. Siz yaman qorxaqlaşmısınız, siz yaman acizləşmisiniz. Bizim millətin axırı hara gedir? Xəbəriniz var necə peysərləşmə gedir bizdə. Buna bir dur deyin. Yəni bizlə hər kəs hesablaşmalıdır. Biz bunun qarşısını almalıyıq ki, bizi yetirən əzir. Möhkəm olun, güclü olun. Bax mən feminist olmağıma rəğmən, kişilərə nifrət eləməyimə rəğmən sizin arxavızdayam. Bir bacı kimi, bir Azəri türk qadını kimi sizin arxavızdayam. Möhkəm olun, cəsur olun, heç nədən qorxmayın. Sizə ruh verirəm. Bu enerjim sizə gəlsin. Seyid övladıyam. Allah mənim bu enerjimi sizə də versin. Siz də mənim kimi qisas hissi ilə alışın, yanın. Siz də mənim kimi güclü olun. Siz də mənim kimi cəsur olun. Allahdan istəmişəm, amin əcməin.